Buyurun, adınız, familyanız, ünvanınız. Məmmədov otobüs quruldu. Ağcabədi rayonunun Münəxoğlu kəndində. Buyurun, probleminizi deyin. Problem odur ki, mənim qızım 2013-cü il sentyabrın 15-də həmkəndlimiz Elşadla ailə qurur. 11 ayın gəlini olub, 2 aylıqda hamilə. Qəflətən bizə zəng edib, deyiblər ki, qızınız ağır xəstədir, tez gəlin bura. Biz də getdik, evlərimizin arası 500 metr olar. Getdim, çatanda gördüm qız yerdə üzü ağla örtülür. Dedim, buna nə olub? Dedilər, özün asıb. Dedim, bəs bunu kim asıb? Orada qızımın qaynanəsinin anası dedi ki, qonşunun gəlini. Dedim, hanı o? Qızın qaynanası tez dedi ki, onu kim deyir? Yalan deyil. Mən özüm qaldırmışam, mövsümdə açıb. Dedim, bəs bu qız nə ilə asıb özünü? Dedi, dananı kəndiri ilə. Tez qızın götürdüm, əlini iylədim, boynunu iylədim, gördüm mal peyni iyi gəlmir. Kəndir də elə mal peyni, hər tərəfində də 2 yumru düyün. Baxdım ki, qızın da boynunda dairəvi kəsilib. Dairəvidir. Demək, bu kəndirlə bu qız asılası olarsa, bu kəndirin hər tərəfində düyün düşər qızın boynuna. Qızın amma boynu dairəvidir. Heç bir iydə gəlmir. Kəndirdən də elə bir iy gəlir ki, heç ələ almalı deyil. Qızı götürdülər içəri, evdə baxdılar. Bunun yoldaşı gəldi. Yoldaşı gəldi, qızın üzünü bax belə ağı qaldırdı, baxdı, qoydu ora, çıxdı, getdi. Mən öz-özümə dedim, nətər bunun yoldaşı ölübsə? Niyə heç bir reaksiya vermədi ki də bu ölüb? Elə baxdı, çıxdı, getdi. Sonra mən onu çağırdım otağa, dedim ki, bu qızı niyə öldüm sən? Dedi, mən öldürməmişim. Dedim, bəs kim öldürüb? Dedi, bilmirəm. Orada prokuror da oradaydı, müstəntiq də oradaydı. İçərisindən xəbərim yox. Ağ kağıza gətirdilər, yoldaşıma da, bana da qol çəkdirlər. Amma bilmədim nəyə çəkdim bu olub. Həyəcanlı olmuşam, heç soruşmadım da ki, mən nəyə qol çəkirəm. Bizə qol çəkdirib, çıxıb getdilər. Sonra biz uşağı götürdük evə, öz evimizə. Heç bizə bir deyən olmadı ki, bu evin gəlinidir, bunu hara aparırsınız? Apardıq evə, evdə getdim. Dedim, mən qayıdım, həyəcandan heç o qız deyirlər, asılı, heç ora baxmamışam. Qayıtdım, getdim. Yoldaşımla, özüm, qohumlar getdik, baxdıq. Əlimi belə qaldırıb, milə atmana şaq elədi, çürük bir mil. Dedim, buradan nətər asıla bilər bu qız? Heç bu 10 kilo çəkini saxlaya bilməz. Qayıtdım, gəldim, yoldaşım zəng elədi. 102-yə zəng elədi ki, bəs mənim qızımı öldürürlər də. Gəlim, qızı ekspertə götürürəm. Heç kəs gəlmədi. Dedi, səhər gələcək. Səhər də gəldik, qızı götürüb yapardıq ekspertə. Sonra çatanda Elşadın xalası, dayısı getdik ki, xəstəxananın həyətində ekspertinlə, bir də müstəntiq Şahinlə söhbət eləyir. Bizi görən kimi tez aralaşdı. Xalası Mətanət müəllim, Ağcabədi İnstitutunun rektorudur. Biz içəri girəndə dedi ki, bu nədir ki, əlində bax belə-belədir. Mən belə şeyləri çox görmüşəm. Dedi, keçdik. Biz də keçdik içəri. Uşağı stola uzadanda, stolun üstündə mən ekspertə dedim ki, bu uşağı öldürüblər hamını dəqiq. Çünki boynundakı xət dairəvidir. Bizi çıxartdılar, gəldik ora içəri. Prokuror dedi, Ərəstun müəllim. Dedi ki, sən axşam qoymadın qızı ekspertə gətirəm. Mən axşam baxan kimi bundan şübhələndim. Dedim, şübhələndim, mən indi axşam həyəcanlı oldum, qorxdum, dedim, uşağı yaracaqlar da. İnandım ki, siz bildiniz ki, bu qızı öldürüblər. Mən ona inandım. Gəldi. Sən qoymadın, dedim, indi gətirmişəm də, mənə sənə at verirəm, o Allaha buna düzgün baxın. Axşam həyəcandan verə bilməmişəm, bilmədim. Dedi, düzgün dəqiq baxılacaq. O, bu. Hələ də bu günə qədər, bax, məni süründürürlər, bu işə də düzgün baxılmadı. Ekspertin rəyini almışsınız siz? Ekspertin rəyi verilib. Bizə də prokurorluğa verilib. Bizə yox. Bizə yox, mənə heç nə verilmir. Tələb eləməmişsiniz indiyədəki ekspertin rəyi? Yox, heç tələb eləmədik, bilmədim. Özəl bilmiyorum. Mən 2 dəfə katibin qəbulunda olmuşam, icra hakimiyyətinin qəbulunda olmuşam. İkisində də xahiş eləmişəm, bu işə düzgün baxılsın.
O da dedi, prokurora tapşırmışam. Allah bundan pul alanın balasının burnundan irin qan olsun gəlsin. Mən dedim, mətanətin pulunun hesabına mənim balamın qanını batırırlar. Gəldim sonra prokurora, Salman Səmədovun yanına. Dedim, mənim balamın niyə qanını batırırsınız? Bu oğlanı heç tutub salmışsınız içəri ki, görün bu uşağı kim öldürüb, niyə öldürüblər? O bana dedi ki, 3 günə açacağım. Əlimdə 3 dənə telefon faktı var. 3 günə açacağım. O, bu. Mənə allatdı. Orada müstəntiqə dedi ki, ged o kəndiri gətir bura görüm ona. Tək kəndirdir. Mən dəfələrlə müstəntiqin də, prokurorun da nəzərinə çatdırdım ki, bu kəndirdən həm mal peyni iyi gəlir, həm də bu uşağın boynundakı izlə bu uyğun gəlmir də. Həmən dediyiniz Mətanət xanım institutun deyirsiniz direktorudur. Onu həmin qızınızın həyat yoldaşı ilə nə tellər bağlayır? Xalası da istəmir ki, yəqin tutula. Aydındır, buyurun. İstəmir ki, tutula. Prokuror dedi ki, müstəntiqə, ged onu gətir bura. Nə qədər elədi, müstəntiq onu gətirmədi. Orada gəldi, deyir ki, müstəntiq bizim yanımızda. Bax, yoldaşım da oturub, mən də oturmuşam, qaynım da oturub. Deyir ki, qızın qaynanası deyir ki, Elşadın qoca nənəsi var. Güya o qaldırıb möhsüm açıb. Prokuror ona dedi, nətərdir? Dedi, suludur da. Mən də dedim ki, nətər çəliyini gücün yeriyir. Nətər qaldırıb aça bilər. Axı, burada bana deyir ki, mən qaldırmışam, möhsüm açıb. Burada da deyir ki, qaratel qaldırıb, möhsüm açıb. Arvadın heç cürə güc çatmaz. Belə şübhəli məqamların hamısının üstündən prokuror keçdi. Heç birinə baxılmadı. Elə birinci şübhə bax budur. Hazırda iş hansı instansiyadadır? Məhkəmədədirmi, yoxsa iş getməyib elə məhkəməyə? Bağlan və iş bağlayıb gediblər. Gedib. Məhkəmə olmayıb hansısa bir? Yox, heç bir məhkəmə. 125-ci maddəni qoydular, onunla da baxdılar. Elə də qalıb. Sonra mən getdim Bakıya. Mən prokurora dedim ki, siz buna baxmırsınız. Mən gedib baş prokurorluqda şikayət edəcəm. Mənə dedi, git əlin hara qəlbidir qoyura. Mən getdim baş prokurorluğa, orada Rövşən var müəllim, o qəbul elədi bizi. Dedilər, Ağcabəddən gəlib, o bizi qəbul elədi. Dedim ki, məni xahiş edirəm, Zakir müəllimin qəbuluna sal. Dedi ki, olmaz. Zakir müəllim gedəcək Tərtərə, orada vətəndaşları qəbul edəcək. Ged orada yazılıb, qəbula düş. Mən də getdim orada, qayıtdım, gəldim, düşdüm qəbula. Amma orada Rövşən müəllimə dedim ki, mənim qızımı öldürüblər. Niyə mənə köməklik eləmişsiniz? Bax, sizə bir belə teleqramla vurmuşam. Hamısını bax, bunları göstərirəm. Bir belə baş prokurorluğa mən teleqramla, məktub göndərmişəm. Niyə mənə düzgün cavab vermişsiniz? Bir nəfər məndən soruşmur ki, görün, bax, bu məktubu bu ana niyə yazır? Məktubu nə yazır? Bax, heç biri mənə cavab vermir. Mənim qızımın boynundakı izlə o kəndir uyğun gəlmir. Orada Rövşən müəllim mənə dedi ki, axı, ora 2 kəndir olub. Dedim, nətər 2 kəndir ola bilər? Axı, dedilər, şahid olub, onun böyründə kəsilib o kəndir. O bir kəndir hardan olar? Tez, ta heç nə demədi, elə dayandı. Nəysə, gəldik bura, getdim, baş prokurorun qəbuluna düşdüm. Dedim, bəs də ona sözümü dedim ki, mənim qızımı öldürüb, qaynata evində öldürüblər. Xahiş edirəm, mənə köməklik edin. Ona dedi ki, gəl Bakıya, orada prokurorluğa. Səni orada qəbul edəcəklər. Aradan hardasa bir 20 gün, bir ay keçdi. Mənə zəng elədilər ki, bəs səni prokurorluğa çağırırlar. Mən getdim, orada Rüstəm Musubovun qəbuluna düşdüm. Qəbul elədi məni. Mən də ona yenə dedim. Dedim, mənim qızımı öldürüblər, xahiş edirəm, mənə kömək eləyin. Elə həminki şey oldu. Sonra bir də gəldim ora, Rövşənin gəldim ora, Rövşənə dedim ki, də mənə yenə köməklik eləyin. Mən hara gedirəmsə, mənə bu sözlər deyilir. Rövşən mənə dedi ki, bu qız, bu işin üstü açılsa, bax Rövşən müəllim dedi, bu işin üstü açılsa, orada prokurora töhmət veriləcək, müstəntiq çıxarılacaqmı, tutulacaqmı? Onlar oradan dolanır, maaş alır da, qoy işləsinlər. Dedim, sən nə danışırsan? Mənim balamın qanı batmalıdır, kimlərsə işdən çıxacaq, kimlərsə tutulacaq. Bəs mənim balamın qanı batsın. Belə. Axırı gəldi çünki bax bu vəziyyətə. Sonra aradan haradasa bir ay keçdi. Yenə də zəng gəldi ki, səni Namiq müəllim çağırır, prokurorun köməkçisi. Mən getdim ora. Orada Namiq müəllimə dedim, Namiq müəllim də elə heylə qaldı. Elə ki, ərzə yazıb aparmışdım, onu da verdim. Dedim, siz Allah mənim işimə düzgün baxın. Yenə də elə heylə qaldı.
Başqa kimlərin qəbulunda olmusun məsələ ilə bağlı? Mehribanın mavini, Mehribanın qəbuluna yazıldım, amma mənim mavini qəbul edim. Məlahət xanım. Bax, onun da qəbulunda oldum. Ona da yenə yazdım, ərizə verdim. Heç birinə baxılmır, heç birinə. Hamısı bax bu formada. Sonra kimin? Sonra da heç kəsin. Sonra mən gəldim yoldaşımla, ailəvi Tahir Rızayevin qəbulunda da görüşmüşük. Qəbulunda belə görüşmüşük. Ona da müraciət eləmişik. O da dedi, tapşıracam prokurorluğa. Sonralar Aqil Abbasa bir elə məktublar yazmışam, müraciət eləmişəm, demişəm. Hamısı həmən şey. Deputatların hamısına xahiş eləmişəm, məktub yazmışam Milli Məclisə. Bir ana kimi, nə bilim, mən imdad diləyirəm, fəryad eləyirəm, mənim səsimə səs verən yox. Kimlərinsə hesabına, kimlərinsə rüşvətinin, pulun hesabına, bax, mənim balamın qanı batırdılar. Mətanətin hesabına. Familiyası nədir Mətanət xanım? Ərzəliyeva, Mətanət. Bax, bu Yeznə Melşadın xalasıdır. Mənim qızım da bir dəfə qaynata evindən, qaynanın evindən mənə deməyirlər ki, sənin qızında bu nöqsan var, bu tifek var. Həmişə tərifləyirlər. Birdən-birə mənim balamı niyə öldürüblər? Nətər öldürüblər? Mən xahiş edirəm. Yalvarıram bir ana kimi, prezidentimizə, Mehriban xanıma, anadır. Bax, mən də anayam. Bir ana kimi ona yalvarıram, mənə kömək eləsin. Prezidentimiz İlham Əliyevə yalvarıram, anayam, dözə bilmirəm, haqsızlıqlar olunub mənə. Mən bu haqsızlığa dözə bilmirəm, xahiş edirəm, mənə kömək eləsinlər. Qızın qəbrinin üstünü bax, bu günə qədər götürməmişəm. Mən anayam, nəsə bilirəm, nəsə görmüşəm ki, götürməmişəm də, kömək istəyirəm. Təzdən ekspertizə istəyirəm. Tibbi ekspertizə istəyirəm ki, analiz götürülsün. Kəndiri yuyub axarlar, 10 gün. Mən gedirəm prokurorluğa, deyirəm ki, get o kəndirə baxın. Gətirib müstəntiqə deyirəm ki, gətir baxın. Gətir baxdım. Deyirəm ki, Asim Yusuf. Deyirəm ki, Asim müəllim, bu qız bundan nətər asılıb ki, bu qızın boynu dairəvi kəsilib. Bu kəndirin hər tərəfində boyda düyüm var. Bunun asılası olsa biri bura düşər, biri bura. Amma bu dairəvi kəsilibdir. Deyir, mən nə bilim. Bəs mən dərdimi kimə deməliyəm? Prokurora dedim ki, hanı prokuror, gəlsin bunu mənə sübut eləsin. Dedi, prokuror getdi. Səhər getdim ki, prokurorun yanına. Görün bunu mənə sübut eləsin, görün bu nətər asılıb. Eşitdi ki, mən gəlmişəm, pencəyi taxdı, qolunun üstünə, qapıdan çıxdı. Nə qədər elədim, qarşısını kəsdim ki, bunu mənə sübut elə, anayam, dözə bilmirəm. Mən gedim, oturum. Çıxdı, getdi, mənə cavab vermədi. Bax, mən bu günə qalmışam. Bilmirəm, mən neyim. Yalvarıram, sən də anasan, ana bilir. Analar bilir ki, baladan ötürü ana nələr çəkir. Xahiş edirəm, yalvarıram sizə. Mənə kömək edin.